8 sim olur, bax. Bəli, 8 simdən ibarət olur. Biz onların rənglərini demişdik. Ağ narıncı, narıncı, ağ yaşıl, yaşıl, ağ göy, göy, ağ qəhvəyi, qəhvəyi rəng. Yaxşı, qurulmuş cüt naqilin deməli, 2 əsas növü var idi. Hansı idi onlar? Ekranlaşmış, bir də ekranlaşmamış. Ay sağ ol. Biri STP, biri isə UTP. Düzdür. STP üzərində müəyyən örtüyü var. Qurğuşun örtüyü olur, onu qorumaq üçün. Amma ekranlaşdırılmamışın üzərində bəli olmur. Yaxşı, qurulmuş cüt naqili kompüterlə əlaqələndirmək üçün hansı başlıqdan istifadə olunur? Belə dairəvi Şəffaf başlıq. şəffaf başlıq. Nə idi adı? EJ. Aha, bəli. EJ45. Bəli, EJ45 başlığıdır, doğrudur. Yaxşı, bəs koaksial kabel. Nə deyə bilərsən koaksial kabellə bağlı? Topologiyalı şəbəkələrdə istifadə Aha, olunur. ola bilər. Əsasən harda istifadə olunur? Əsasən televiziya sənayesində. Bəli, əsasən televiziya sənayesində istifadə olunur.